Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə özünə məşğulluq proqramının icrasını davam etdirir. Ağdam, Füzuli və Kəlbəcər rayonlarında daha bir qrup şəxsə proqram çərçivəsində kiçik dərzi sexi, qadın gözəllik salonu, poliqrafiya xidmətləri və kombi ustası və sanitar qovşağın quraşdırılması xidməti zərfləri üzrə aktivlər təqdim edilib. Verilmiş aktivlər hesabına onlar qeyd edilən istehsal və xidmət istiqamətləri üzrə kiçik ailə bizneslərini yaradıblar. Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Oradakən elə işsiz idim, yəni 3 övladım var da, ailədə işləyən heç kim olmadığı üçün özüm ailə tək ailə başçısı olaraq düşündüm ki, müraciət edim. Demişlər ki, yəni təmin eləyirlər də çox yaxşı yerdən. Yəni mən də elə gəldim Bakıdaykən müraciət elədim. 2 ay ərzində elə həm müraciətimə baxıldı, həm avadanlıqlarım verildi. Yəni çox yaxşı razıyam. İndiyə qədər Böyük Qayıdış proqramı çərçivəsində doğma yurtlarına köçülmüş sakinlərdən artıq 600-ədək şəxs özünə məşğulluq proqramının dəstəyi ilə öz kiçik ailə təsərrüfatlarını qurub.